Binəqədidəki məsələ ilə bağlı burada sadə bir səhlənkarlıq, yəni 4 nəfər gəncin, vətəndaşın həyatına son qoydu. Çünki bu adamların, yəni ofisiantın görə biləcək konkret iş sahəsi var və fəaliyyəti var. Bu, həm əmək münasibətlərindən doğan öhdəliklər var, hansı ki, əmək müqaviləsidir, orada onun vəzifə təlimatı var və əmək mühafizəsi üzrə də vəzifə təlimatında xüsusi təhlükəsizlik tədbirləri qeyd olunur. Amma həmən şəxslərin hər hansı bir ayaqaltıdan istifadə etməsi, hər hansı bir digər təmir işlərini görməsi üçün həmən qurğunun A nöqtəsindən B nöqtəsinə daşıması bu artıq onların vəzifəsindən kənara çıxan bir öhdəlikdir. Sadəcə burada individual yanaşmalar var. Deyək ki, hər bir sahibkar fərqli düşünür. Bir sahibkar fikirləşir ki, əgər 500 manat və yaxud da 1000 manat bir əmək haqqıya verirəmsə, bu işi görürsə, boşdursa, digər işi də görməlidir və bu belə bir problemlərlə üzləşirik.